Övladımın nitqi uzun müddətdir terapiya alıram, amma övladımın nitqi səssiz nitqdir. Yəni səssiz formadadır. Övladım danışır, amma səssiz formadadır. Sizə mesaj qutusuna tez-tez ünvanlanan bir suala cavab vermək istəyirəm. Suala video şəklində cavab vermə səbəbim isə bu suala çox ünvanlanır və bir çox valideynin maariflənməsini istəyirəm. Sual isə bu formadadır. Nərmin xanım, övladıma psixiatr autizm spektr pozuntusu, həmçinin bununla paralel psixoinkişaf ləngiməsi diaqnozu qoyub. Yəni burada bir komorbidlik var, hər iki diaqnoz qoyulub. Və mənim övladımın nitqi uzun müddətdir terapiya alıram, amma övladımın nitqi səssiz nitqdir. Yəni səssiz formadadır. Övladım danışır, amma səssiz formada danışır. Sanki ağzının içərisində deyir o sözləri. Əslində hər iki diaqnoz qoyulan uşaqlarda, həm autizm spektr pozuntusu, həm psixoinkişaf ləngiməsi qoyulan uşaqlarda bu halların olması çox normaldır və bunun 4 səbəbi var. Birinci səbəb sensor həssaslıq, ikinci səbəb motivasiya çatışmazlığı, üçüncü səbəb sosial qorxu, dördüncü səbəb isə səs aparatında olan problemdir. Bu 4 səbəbdən biri mütləq bir şəkildə bu problemin ortaya çıxmasına səbəb olur. Bəs bu zaman biz valideynlərə müəyyən göstəricilər, müəyyən valideynin etməli olduğu tapşırıqlar veririk. İndi gəlin onlara baxaq. Burada valideynin etməli olduğu qaydalar nələrdir? Birinci, uşağın üzərinə bir baskı uygulamamaqdır. Məqsədləri nə olmalıdır? Birinci, səs çıxartmalı uşaq sevməlidir, sonra danışmağa başlamalıdır. Digər bir etməli olduğu, valideynlərin etməli olduğu isə mütləq bir şəkildə psixoloq, loqoped, yəni mütəxəssislərlə bu işi sağlam formada həyata keçirməkdir. Onun sonunda isə valideynlərin evdə tətbiq edə bilməsi üçün sizə yazılı formada tapşırıqlar qoyacağam. Həmin tapşırıqları yazılı formada qoymaq səbəbim sizin onları daha dərindən oxuyub, analiz edib, sağlam bir formada övladınıza tətbiq etməyinizdir.